Herkese sadəcəsiz, mən Lavacraft. Bugün sizlərdə gördüyünüz kimi bir car parking sunucu incələmə videosu ilə qarşınızda olacağım. Bu videoda da seçirəm. Bu videoda da Brezilya serverini incələyəcəm. Görək Brezilya ilə futbolda qəşəngdir, car parkingdə də qəşəngdirlərmi? İncələyək, görək. Puanımızı verək. Dostlar, siz də aşağı qaydırıb abone olub like atarsanız çox sevinərəm. 5000 abunəyə çox az qalmışıq. Bu video ilə yəqin ki 5000 abunə olduq. Bayaqla izləyəndə baxanda 15 abunə zat qalırdı. Yəqin ki sabah yox o 5 gün sual-cavab videosu gələcək. 5000 abunə olan kimi sual-cavab videosunu atacağım. Siz də sualınızı yazın. Hər kəs sual yazsın, eləsin. Video çox super olacaq. Yəqin ki həqiqətən 15-45 olmayacaq videoda. O oturum aça bilmir. Yəqin ki olmayacaq. Amma onun yerinə də fərqli bir adam tapa bilərəm. Dostlar, nəsə olub bu sunuculara hamı maşın satır. Bax, burada baba Ferrari var. Dəqiqə. Allah, nə maşınlar satılır? Neçə 45 milyona bunu satır. Koy nedir deyəsən? 45 milyon almaram, amma bu 2 milyon alarım. Valla Türkiye serverindəydim. Superdir. Nəsə hamı maşın satır. Bu almadı mən. Alım da. Aldım deyəsən. Niyə ala bilmirəm bunu? Dostlar, ala bilmirəm. Bir dəqiqə alacağım. Al da. Dostlar, ala bilmirəm. Başım çıxmadı, almayacağım. Bu Ferrari elə belə maşın. Çizim görürəm, amma maşın satan az. 2 nəfər maşın satır. Qalan hər kəs maşınlarını bir-birlərinə göstərirlər. Sat. Alacağım, alacağım. Dostlar, görürsünüz ki burada da bir dənə çizim var. 1200-1300 coin dəyərində. Dostlar, siz də car parkingdə sərfəli qiymətə maşın, bufersiz maşın, antena, hər şey lavacraft.com-da. TikTok'a girirsiniz, Lavacraft yazırsınız. Gəlir, görürsünüz. Burada səhifəni göstərirəm bax. Ekranda səhifəm göstərir TikTok. Ora gəlirsiniz, hər gün təzə başlamışam. Bu gündən başlamışam canlı yayınlaşmağa. Yəqin ki birazdan saat 5-də falan canlı yayın açacağam və maşınları jetonla satacağım. Karta da ata bilərsiniz, jeton da ata bilərsiniz, hər şey. Antenalı, bufersiz, hər cür maşın burada var. Bizdədir. Lavacraft.com-da. Dostlar, 5K-ya da çox az qalmışıq. Abone olun, 5K olaq. 5K olsam da hələ də pul qazanmam bağlıdır. 46 saatim tamamdır. Neçə? 400.000 al. Aya, bu qaç. Dostlar, kazıqlanırdım az qala. Baba, bu onu satır 4 milyona. Bu şeydir ya, coinli maşın. Bu Bugatti'ni de aldım dostlar. Net ya. 15 milyona Porsche'lar. 50 milyona satılacak. Dostlar, pulu verib alacağım ya, Nevzat. Türklər də buradadır. Net ya. 4 milyon alırım. Alabilsem de al da. Aldım.
Aha. Bu tarafta tır satan var. Tırı satsalar ne kadar pulum var? 16 milyon pulum var. Tıra bilmem, belki pulum satmaz. Bu ne çiğadı? 5 milyon ama maşın məndə var. Ucuz maşınlar, bütün maşınları alıram ki yenə puanlayanda puanlaya bilək. Tırı satır, neçəyə? 5 milyon aldım getdi ha. Bak bunu alabilmeyeceğim. Niye sağlamıram? Aldım. Maşını alaram. TikTok'ta canlı yayında eləyəndə pay veririm. Tırım da yok idi. Hesabım yeni oldu ondan yana. Ondan yana deyirəm ki, belə maşın alım. Abi tur eşiği demir. Bu nə alıblar? Nətəyə gətiriblər, neyiniblər? Yenə maşın satılır, neçəyə satılır, tez baxın. Hətta mən gedəndə kimi aldılar. Dostlar, takipçilərimə elədə editlər 2-2 part 2'sini gəlməsin istəyirsinizsə kanala abunə olun, like atın və gözləmədə qalın. Postlarda falan paylaşın. Bax burada Lamborghini var ama onsuz da birə də satsa ala bilməyəcəm. Çünki Lamborghini oyunda olmadığından yana mod yükləyib də, yəni olmadığından yana olmur da. TikTok'dan yazırlar. Dostlar, sizin də profilinizi eləməyimi istəyirsinizsə girin yorumlardan yazın. TikTok'u takip eləyin, hər şeyi takip eləyin. TikTok'a 5 milyona kim bu maşın alır? Heç kəs, mən alıram. Sadəcə bu videoları çəkməkdə sizlər üçün nə qədər oyun pulu xərcləyirəm. Mən oyuna girəndə 24 milyon pulum var, indi o 6 milyon. Çünki hər şeyi sizin üçün edirəm. Bu Lamborghini üstündə yox, o ayrıdır. Qaqa saat. Biraz bu taraflara. O BMW bak zordu. Bak bir tane drift. Yaxşı oğlansan. Qardaşım. Satır, nə satır? 20 milyona satır. Kim alır onu? Heç kəs. Çizimi satır. Pulum olsaydı kaş alardım. 12 milyon, mən də 6 milyonda. 6 milyona satdı. Qardaşım onu sana 6 milyona satır. Çizim satırlar. Çizimdi bu. Ne ha? Kromdayız. $6 milyona sat alacağım. Bu maaş ne diye? Nerede? 1600 1560 300 500 Bu Türk'tü, galerici. Maşın yapıp satılır. Ucuza satarlarım. Çizim falan da satılır. Hiçbirini olar bilmirəm. Neçəyə? 800 milyona kim bu maşın alır? Hem de Supra'da, məndə Supra var. Bundan qəşəng. Buna yenə maşınlara baxın ölür. Buna tərəqəm. Lave S Caro. Hadi.